Əziz dostlar, hamınızı xoş gördük. Çox xoş oldu sizinlə tanışlıq. Gözəl atmosferi var buranın, bu otağın və sizinlə tanışlıq bu gözəlliyi artırdı. Bunlar kompliment deyil. Mən ümumiyyətlə kompliment deməyi bacarıram, amma dediyim komplimentlər sadəcə elə belə deyil, içdən gələndə tərifləyirəm, içdən gələndə. Amma orada da tərifləyəndə də başqa cür olur. Demək, praqmatik təhsil nədir? Mövzumuz budur. Ümumiyyətlə, o gün bizim dəyərli Rövşən Abdullaoğlu ilə açar layihəmizdə bir möhtəşəm söhbətimiz oldu. 1 saat 35 dəqiqə. Və 1 saat 35 dəqiqənin necə gəlib keçdiyini bilmədik. Səs narahat edir mənə. Səsin alında zəhmət olmasa telefon. Telefonlar səsi. Demək, Rövşən müəllim orada dedi ki, 18-ci əsrin filosofu Kant deyir ki, bəzi məfhumları özünü təhlil edəndə onun demək, zərurətimi deyim, mənası aydın olur. Onun mənası aydın olur. Misal üçün, Kantda belə bir şey var. Ədalət, ədalətdir. Haqsızlıq, haqsızlıqdır. Bu, zahirən baxanda taftologiyadır. Taftologiyanın təkrardır da. Bizə bir şey vermədi. Bizə kağız kağızdır, telefon telefondur. Amma bu əslində belə deyil. Necə? Deyir ki, ədalətin özünün tərifini düzgün verəndə adam onun mahiyyətini başa düşür. Xəbərə ehtiyacı, xəbər elə mübtədanın içindən çıxır. Bax, belə bir şey. İndi praqmatik təhsil, əslində praqmatik sözü burada əlavə qeyd deyil. Təhsil elə zaten praqmatik olmalıdır da. Bəs qeyri-praqmatik təhsil deyil ki. İndi deyəcəm, praqmatik nə deməkdir? Praqmatizm 20-ci əsrin, 19-cu əsrin axırlarında, 20-ci əsrin əvvəllərində Amerikada dəbə düşüb. Praqma sözündəndir, əməl, iş deməkdir. Yunan dilində praqma ifadəsi. Praqmatizm deyir ki, o şey həqiqətdir ki, mənə praktikada faydalı olsun. Məsələn, əgər bir şeyin praktikada, əməldə, işdə mənə xeyri faydası yoxdursa, onda o həqiqət deyil. Məsələn, buna deyilər praqmatizm. Bunun da çox böyük dahiləri var, bu praqmatizmin. Bu, Amerikada yayılıb. Niyə görə? Çünki Amerika cəmiyyəti, Amerika mədəniyyəti praqmatik cəmiyyətdir. Cəmiyyət özü praqmatik cəmiyyətdir. Amerika. Yəni, orada əsas insanlar odaqlanır, türklər demişkən, işə, faydalı iş mənə ver. Bu, praqmatizmdir. İndi gəlirik, bunu tətbiq edirik. Bunu dahilərin deyim, biri William James'dir. Psixoloqlar onu yaxşı tanıyır. Həm psixoloqdur, həm filosofdur. 20-ci əsrin əvvəllərində Amerikanın ən tanınmış mütəfəkkiridir bəlkə də. Çox gözəl əsərləri var. Ehtirama layiq şəxsiyyətdir. Sonra orada John Dewey var. Mən onun haqqında Bakı Dövlət Universitetində bir dəfə danışmışam. Onu da bir dənə deyim, biraz gülün. Demək, bizim çıxışlar yayılır sosial şəbəkədə, öz kanallarımızda. Instagramda, Facebookda, YouTube'da, TikTok'da. Və xeyli insanlar orada rəy yazırlar filan. Rəylərdən bəziləri açıq təhqir olur, o çox az olur. Məsəl üçün, 200 nəfərdən biri açıq təhqir, onu silirik o təhqirləri. Bəziləri də elə belə biraz təhqir olur, onu saxlayırıq. Misal üçün, paylaşım eləmişik, John Dewey'nin təhsilə baxışı.
mən danışmışam Bakı Dövlət Universitetində. Orada neçə 100.000 baxış oldu. Hissə isə paylaşmışdıq. Biri girib yazıb ki, John Dewey qələt eləyir. Məsələn, indi gəl buna cavab ver də. O John Dewey-ni tanımır. John Dewey böyük şəxsiyyətdir, filosofdur. Amerikanın 20-ci əsr təhsili o ilə bağlıdır. Onun əsərləri ilə bağlıdır. Neysə, bu bir zarafat idi. İndi onları silmirik. Yəni ona deyir ki, şükür. Bir şey demiş də indi nəsə yəqin əhvalı yaxşı olmuş. Sözü pis söz deyil axı. Hədə səhv edir. Hədə səhv. Bizdəki onu biz oldu. Səhv. Axı o da belə bir şeydir. Niyə səhv edir? Demir. Elə belə də deyir səhv edir. İndi gəlirik təhsilə. Praqmatik mənim adətən müqəddimələrim o əsas mətləbdən çox çəkir. Tez girim mətləbə, çox uzatmır. Demək, praqmatik təhsil budur. Təhsil mənə faydalı olmalıdır. Vəssalam. Hər hansı bir sahədə praktikada mənə xeyri olmalıdır təhsilin. Yaxşı. Burada mən 3 dənə meyar yazmışam. Praqmatik təhsilin 3 dənə meyar. Mən düşünürəm ki, indi biraz təhsil barədə danışa bilərəm də. Çünki 2008-ci ildən müəlliməm. Artıq 18. Neçə il olur? 18 il olur. 17 ildir. 17 il olacaq inşallah müəlliməm. Bir neçə kitab yazmışam və s. və ilaxır. Yəni təhsil haqqında danışa bilərəm. Bir az da olsa. İndi böyük müəllimlərimizdən mən üzr istəyirəm. Praqmatik təhsilin 3 dənə xüsusiyyəti. Bir, faydalı olsun. Praktikada mənə fayda versin. İstər maddi fayda, istər mənəvi, psixoloji fayda versin mənə. 2, aktual olsun. Aktual. Bugünün, zamanın problemlərinə aid olsun. 3, konkret olsun. Çox uzatma. Keç mətləbə, konkret. Bu 3 dənə meyar mən yazmışam. Praqmatik təhsil üçün. Faydalı, aktual və konkret. İndi gəlin bu meyarlarla danışaq. Demək dostlar, o konkretlik barədə bir şey deyim. Burada qeyd eləmişəm. Demək, komediyaların birində, xarici komediyaların birində bir xanım həyat yoldaşı ilə dostunu dəvət edirlər evlərinə. Xanımın da rəfiqəsi subaydı, oğlanın da dostu subaydı. İstəyirlər bunları görüşdürsünlər və bunlar ailə qursunlar. İndi oturublar yaz axşamıdır. Bu dostu utanır deməyə xanıma nəsə. İndi dördü bir yerdə otururlar həyətdə. Deyir ki, nə gözəl axşamdır, məsələn. Deyirlər, hə, gözəl axşamdır. Hamısı susdu. Bu gün nə gözəl gündür, o oğlan deyir. Hə, gözəl gündür, yenə də susdu hamısı. Bu dostu görür ki, ailəli dostu. Bu dostu mətləbə keçə bilmir. Deyir ki, xanım, əzizim, dostum səninlə ailə qurmaq istəyir. Ah, deyir, rahat olun, deyir. Konkret keç mətləbə. Çox uzatma. Aysa, konkret, keç mətləbə. İndi, dostlar, indi təsəvvür edin ki, burada dəhşətli söhbətlər var. Nədir bu? Deyir, ədəbi kimdən öyrəndin? Ədəbsizlərdən. Bu, o qədər vacib meyardır. Sədi Şirazidədir də. Ədəbi kimdən öyrəndin? Ədəbsizlərdən. Biz bir şeyi əksi ilə tanıyırıq da, əksi ilə tanıyırıq. Təhsil, gəlin bunları tətbiq eləyək indi təhsilə. Təhsil 2 dənə sahədə adətən tərif olunur. 1, texniki təcrübi sahələr. 2, sosial humanitar sahələr. Texniki təcrübi sahələrlə sosial humanitar sahələrin bir dənə əsaslı fərqini deyim sizə. Bu, praqmatik təhsilə aid ola bilər, həm də aid olmaya da bilər. Amma ümumilikdə bunu deməliyəm, giriş eləyim. Baxın, dostlar, texniki təcrübi sahələrdən biri tibbdir. Biri informasiya texnologiyalarıdır. İsa bəyin sahəsi. Biri riyaziyyatdır, biri fizikadır və s. və ilaxır. Bunların zərurətini psixologiyada indi bu sırada qərarlaşıb, eksperiment sahəsidir. Bunların zərurətini, faydalılığını başa düşmək üçün yüksək belə
istedad lazım deyil insana. Mənim ayağım ağrıyır. Küçədə görürəm ki, bir klinikadır. Orada yazıb ki, ayağı müalicə edən həkim. Güdürəm. Buna mənim böyük savad lazım deyil ki. Və yaxud riyaziyyat olsun, fizika olsun və s. İnformasiya texnologiya. Bir adam başa düşsə ki, bu telefon texniki təcrübi sahələrə əsaslanır, bu telefonun yaranması, dərhal onu təsdiq edir. Amma indi gəlin sosiologiyanın cəmiyyətə faydalılığını deyək cəmiyyətə. Sosiologiyadır, tarixdir, ədəbiyyatdır, ilahiyyatdır, fəlsəfədir, politologiyadır. Bunun zərurətini başa düşmək üçün xüsusi istedad lazımdır. Kafala, intellekt lazımdır. Bax, müəllimlərdən, ustadlardan biri deyirdi ki, sosial humanitar elmlərdə çalışan tədqiqatçılar gərək o qədər prezent eləsinlər, o ifadəni işlədir, yəni təqdimat eləsinlər, danışsınlar, təqdimat eləsinlər, danışsınlar ki, cəmaət desin ki, hə, bu da lazımmış bizə. Amma tibbdə elə deyil. Fizikada riyaziyyat elə deyil. Bu nəyə bənzəyir? Dostlardan biri mənə dedi ki, 2020-ci ildə biz Sosiologiya Akademiyasını yaratmışdıq. Bir IT mütəxəssisi dostumuz da gəlmişdi, Əli bəy, Əli Abbasov, ofisimizə. Dedi ki, müəllim, sənin gördüyün iş bilsən nəyə bənzəyir? Dedim, nəyə? Deyir, elə bil ki, Azərbaycana, Fransadan bir dənə fransız yeməyin getmirsən və burada satmaq istəyirsən. Bu cəmaatın zövqünə görə deyil, ağız dadına görə deyil. Sən kabab sat, piti sat, gör cəmaat necə alır onu. Bu humanitar sosial elmlərlə konkret təcrübə elmlərin fərqini bax belə izah eləyə bilərik. Sosial humanitar elmlər bütün dünyaya, dünya insanına, təkcə Azərbaycana yox, bütün dünya insanına o fransız yeməyi kimidir. Gərək bunu o qədər, o müəllim demişəm, prezent eləsin, o yazıq bu sahənin mütəxəssisi, sosiolog. Təsəvvür edin ki, 3 gün bundan əvvəl Açarda sonuncu çəkiliş olub. İnqilab bəy Şahbazov, sosiologdur. Cambridge'də təhsil alır indi, PhD, doktora təhsil alır. Onu dəvət eləmişdim verilişə. Təxminən 1 saat danışdıq, biraz teziyə şunlaşdırdım. Çünki APA TV-yə də çağırmışdılar, məcbur edib gəlməsin ora. Yoxsa bir saat yarım gedəcəkdi. Maşallah, 32-33 yaşında alim, ləzzət verir. Bu nəyi araşdırır sosiolog kimi? Cinayət sosiologiyasını. İndi mən sizə izah edib deyəcəksiniz ki, müəllim, sosiologiya nə vacib sahəymiş. O onu orada açırdı, mən havalanırdım, ləzzət alırdım. Cinayət sosiologiyası. Cinayət bir ölkədə niyə baş verir? Bunu yaradan səbəblər hansılardır? Bu təkcə psixoloqun işidir, sosioloqun işidir. Psixoloq fərdlərlə işləyir. Orada sıralanır. Və gedirlər anket sorğusu eləyirlər. Deməli, respondentlərlə, insanlarla. 2000 nəfərlə, 3000 nəfərlə, 10.000 nəfərlə, ailələrlə, insanlarla. Sən niyə cinayət elədin? Və məlum olur ki, Azərbaycanda cinayətkarları cinayətə sövq edən əsas səbəb, misal üçün deyirəm, orada misal üçün deyirəm, maddi səbəbdir. Bunu aparır sosiolog, qoyur Daxili İşlər Nazirinin qarşısına. O da bu deməli sorğunu alır, aparır, qoyur İqtisadiyyat Nazirinin qabağına. Bir bax görürsən, sənin işinin zəifliyindən mənim işim çoxalıb, ağırlaşıb və cəmiyyət problem yaşayır. İntiharlar niyə çoxdur bir cəmiyyətdə? Başlayırlar bunu araşdırmağa. Konkret. İndi gəlirəm bura. Bu ümumi bir fərqidir. İndi gəlirəm dostlar əsas məsələyə. Yaxşı, istər
sosial humanitar sahələrdə olsun, istər texniki təcrübi sahələrdə olsun, hər ikisində bu üç meyar olmalıdır. Və bu gün müasir dövrdə inkişaf eləmiş ölkələrdə inkişaf eləmiş universitetlər bu üç meyarla işləyirlər. Faydalı, aktual, konkret. Necə? Müəllim çıxır, danışır. İndi bunun hər ikisi tərəfini deyirəm sizə. Faydalı olmayan, aktual olmayan, konkret olmayanın deyirəm, misalını çəkirəm, bir də onun əksini deyəcəm. Müəllim çıxış eləyir. Əmim oğlu 669 balla Bakı Mühəndislik Universitetinin Riyaziyyat Fakültəsinə daxil oldu. İngilis dilində bitirdi oranı. Uşaq çox istedadlıdır. Söhbət eləmişəm dəfələrlə. Yəni, təsadüfən o balı yığmayıb. Fəhmlidir, dərklidir. Və oranı bitirəndən sonra getdi, çəkmirəm adını universitetin. Universitetlərdən birində, əyalət universitetlərinin birində fərqi yoxdur. Bakıda da o vəziyyətdə olan universitetlər var. Magistraturaya daxil oldu. Sonra da dondurdu magistraturanı. Dedi ki, getmir. Mənə deyir ki, müəllim, fəlsəfə dərsi keçir bir müəllim. 70-ci illərin materialın yazıb, orada da marksizmdən hələ bəhs olur, onu bizə keçir. Halbuki, müasir dövrün nə qədər aktual məsələləri var ki, filosof onlar haqqında düşünə bilər. Misal üçün, elə cinayət barədə. Cinayət təkcə sosiologun tədqiqat mövzusu deyil ki, həm də filosofun tədqiqat mövzusudur. Filosof da o barədə düşünə bilər, aktual məsələlər barədə. Faydasızdır, danışır, adam danışır 1 saat. Mən nə aldım, bax mən nə öyrəndim burada. Nə öyrəndim? 2-3 dənə anekdot deyir, yaxşı güldürür bizi, bunu bildik, əhvalımız açıldı. Amma mənim 1 saat vaxtım getdi axı. Mən nə öyrəndim burada? Dəxlisiz söhbətlər eləyir. Bir dəfə tələsirdim universitetdə dərsə. 2008-dən 2019-a qədər universitetdə dərs demişəm. 5000-dən çox tələbim olub. Yolda yol polisi məni saxladı. Neysə, dedim ki, mən tələsirəm. Neysə, belə qısa bir diyaloqunu mən getdim. Getdim, çatdım dərsə, gecikmişdim dərsə. Dedim ki, uşaqlar, yolda məni polis saxladı. Ona görə gecikdim. Orada nəsə polislə diyaloqumda maraqlı bir şey var idi. Onu demək istəyirdim tələbələrə. Sonra bunu danışdım. Dedim ki, əzizlər, mən yolda məni yol polisi saxlayıb, bunun sizə dəxli yox deyə, mən bunu sizin vaxtınızı ala bilmərəm. Gəlirəm, deyirəm ki, dostlar, dünən qonaqlığa getmişdik. Tələbələrə danışıram. Tələbələrdən biri deyir ki, müəllim, bizə nə dəxli var sən qonaqlığa getmirsən? Axı, bizə faydalı deyil o. Aktual deyil, bizə faydalı deyil. Qonaqlığa getmirsən, lap yaxşı. Şəxsi ailə problemləri. Əlbəttə və yaxud ailə problemlərini. Sizdə də şey var. Və bir dəfə dərs deyirdim şirkətdə, keçən il. Keçən il aprel ayının 9-unda, 8-də dərs keçirdim. Dayım da xəstə idi. Burada, Respublikanski xəstəxanada. Can üstündə idi. Yəni, dərsi qutarıb xəstəxanaya mən gələcəkdim. Elə xəstəxanaya qoymuşduq falan. Və dərsin ortasında mənə zəng gəldi ki, dayı rəhmətə getdi. Mən bir anlıq dayandım ki, onu deyim, orada deməyim. Yəni, birdən dedim ki, deyərəm. Bir deyir ki, sən dayın rəhmətə gedib, Allah rəhmət eləsin, bizə nə dəxli? Amma gördüm ki, özümü saxlaya bilmirəm, biraz da doldum. Dedim, qoy deyim, biraz rahatlaşım. İnsan dərdini deyəndə biraz rahatlaşır axı. Hə. Amma da mən uzadım orada, dayımın tərcümə əhvalını danışım. Əgər orada dərsə aid nəsə bir şey varsa, o başqa. Bəli. İndi gəlirik bunun əksinə. Aç bir 5-10 dənə məqalə oxu, nə bilim, gündəlik internetə bax, görəcəksən də hansı söhbətlər aktualdır. Problem varsa aktualdır. Ola bilər mi? Yəni, cəmiyyətdə görür ki, nə? Bəli, misal üçün, məsələn, buyurun, Əsmə xanım, buyurun. Mənə görə də daima tələbat varsa aktualdır. Tutalım, üzr istəyirəm. Mən övladımın ixtisasını seçəndə siz dediyiniz o 3 əsas meyarı bu aktualdır, iqtidai metodika, daima tələbat var və necə gündəmdədir. Ona yana baxıram ki, necə də doğru, dəqiq, yəni Bəli. siz deyirsiniz,
necə düzgün bir, yəni ikinci bir baxımdan da daima maddiyyatı uşaq birinci kursda oxuyur, uşaq maddiyyatını qazanır. Özgüvən yaradır onda, yəni istəyir maddi baxımından ehtiyaclarını ödəyir. Yəni bütün bu dediklərinizi demək olar ki, biz uşağın ixtisasında onu tətbiq edirik. Aydındır. Misal üçün, məsələn, İnqilab bəy Şahbazov, o həmin o sosioloq alim, o da adı da dəstəyir. O 32-33 yaşında alim, çox gözəl alimdir, maşallah, maşallah. Azərbaycanda çox gözəl alimlər var. Demək, o deyir ki, söhbət edirdik verilişdə, gedəcək efirə inşallah bizim kanalda. Açarı mütləq izləyin. Açarda çox maraqlı, orada şeylər gedir. Demək, o dedi ki, söhbət dindən gəldi. Dinin, dedim ki, mənim şəxsən özümə Azərbaycanda bəlkə bir 100 nəfər adam deyib ki, biz dini filan alimin, Şahin Həsənlinin, bu gün də onun il dönümüdür, Allah ona rəhmət eləsin, onun çıxışına baxıb həyatımıza düzən vermişik. Dindar adamlar demir bunu, qeyri-dindar adamlar deyir. İnqilab bəy dedi ki, müəllim, sən nə maraqlı mövzuya işarə edin. Bu, əslində, sosioloji bir məsələdir. Dedi, bunu Azərbaycanda hər hansı bir sosioloq deyir, nəinki Azərbaycanda, bütün dünyada az işlənmiş mövzulardan biridir. Dinin insan həyatına təsiri. Bunu bir adam anket hazırlasın Azərbaycanda, Azərbaycan segmentində. Deyir, bunun məqaləsini yazsın. Ən güclü elmi jurnallar deyir, bu məqaləni çap eləyəcəklər. Çünki işlənməyib, təzə mövzudur. Gedirsən, 200, 300, 500, 1000 nəfərlə anket sorusu eləyirsən, müsahibə eləyirsən. Həm müsahibə, həm anket sorusu. Təsəvvür edirsiniz. Və bunlara konkret deyirsən, sənin təsiri olub, olubsa, niyə olub, hamısını yazırlar. Bu bir aktual məsələdir də. Aktuallığı anlamaq üçün mən düşünürəm, biraz bayaq dediyim kimi, bir az baxmaq lazımdır dünyaya və salam. Özü internet dönəmində indiki. Daim, deməli, xəbərlər yenilənir, saytlar açılır. Yəni, aktuallığı başa düşməyən adam mənə görə çox çətin adamdır. O adam ümumiyyətlə həyatı başa düşmür. Ramiz Röşən deyir, sən orada göyə baxırsan, burada məni yer aparır. Sən aktual şeylərdən danışmırsan, başqa şeylərdən danışırsan, əzizim. Dini məsələlərdə də elədir. Nə bilim, qeyri-dini sahələrdə, hamısında elədir. İndi gəlin bu meyarla baxaq məsələyə, bu 3 dənə meyarla. Müəllim gəlir dərsə 1 saat danışır və heç nə demir bizə. Faydalı danışmadı, aktual danışmadı, konkret danışmadı. Hey uzadır. Əziz müəllim, axı sən niyə belə edirsən? Yazıq axı biz. Bizim vaxtımız gedir axı. Cavanlığımız, gəncliyimiz gedir axı. Mənim cəmi 4 il burada vaxtım var. Təsəvvür edin ki, mənim əmim olub, həmən o 669 bal yığanın böyük qardaşı. 530 balla mı, 40 balla qəbul oldu universitetlərin birinə. Universitetin adını çəkmirəm. Bir dəfə çəkmişəm adını o universitetin. İnciməsinlər bizdən. O universitetdə IT oxudu. IT, informasiya texnologiyaları. Təsəvvür edirsiniz, 4 il. Buna diplom da verdilər. Bu adam IT-dən heç zat bilmir. Bilmir heç nə. Niyə? Çünki test şeyləri verirlər, sualları, nə bilim 500 dənə test əzbərlə, gəl falan filan. İndi həmən uşaq Dövlət Məşğulluq Agentliyinin təşkil elədiyi 6 aylıq IT kurslarına gedir. Hə, bu oldu artıq faydalı, konkret və aktual. 4 illik təhsili 6 ayda bunlar öyrədirlər. Aydındır. Özü də pulsuzdur o kurslar. Azərbaycan, dostlarım bilir ki, Azərbaycan təhsil sistemində ən gözəl layihələrdən biridir. İldə 10-15 min adama peşə öyrədirlər. Peşə təhsilinin, bax, zərurəti burada bilinir. Konkret gedirəm, mənə nəsə öyrədirəm. Öyrədir. Gəlir 4 illik. Ona görə indi bakalavr, bəzi ölkələrdə bakalavr pilləsi 4 il yox, 3 ildir. Magistratura 2 il yox, 1 ildir. Yəni, 1 ildə də bunu öyrənə bilər. Aydındır. Bu bizim yaralı yerimizdir. Biz hələ Sovet
o ənənəsindən çıxa bilmir, təəssüflər olsun ki. 500 səhifəli kitab yazır, 100 səhifəsi pafosdur. 100 yox, 400 səhifəsi pafosdur. Yəni onu 100 səhifəyə yığa bilər. 100 səhifə ilə də. Burada nə problem var ki? Erich Fromm'un bir kitabı var. Din və psixoanaliz. Erich Fromm 20-ci əsrin məşhur böyüklərindəndir də. Frankfurt məktəbi. Təsəvvür ki, kitabı açırsan, kitab baldır, bal. Hər cümləsində təzə informasiya verir. Nə müqəddimə var, nə giriş var, nə uzun uzadı cümlələr, pafos var, heç nə yoxdur. Bax, pragmatik təhsil budur. Biz dünyaya çıxmaq istəyiriksə, daha doğrusu, dünyaya çıxmaq nə deməkdir? Yəni, dünyada istəyiriksə, adımız hallansın. Bir, təhsilimizi düzəltməliyik. İki, təhsilimizi pragmatik etməliyik. Təhsillə bazar iki sevgili kimi bir-birindən daim ünsiyyətdə olmalıdır. Təhsilin bazardan xəbəri yoxdursa, onda o təhsil deyil. Konkret. Sənaye ilə, bazar sənayedir. Sənaye ilə universiteti birləşdirilməlidir. İndi Dövlət Neft Sənaye Universitetində bu addımlar atılır. Mənim məlumatım var. Orada Sakit müəllim Səmədov o mənə dedi. Dedi ki, tələbələri aparırıq, istehsal müəssisələri ilə tanış edirik və s. Yəni, konkret budur da bunun işi. Nəzəriyyə. Təsəvvür edin ki, Michael Sandel var, Harvard'ın professoru. Mən ona çox istinad edirəm. Saat neçədir? Biz nə vaxt başlamışıq? Bir yarım saat olar danışıram mən. Az olar. Danışıram. Mən danışıram. 5 dəqiqədən sonra bitirirəm. 5 dəqiqədə. İnanan daşa dönsün. Təsəvvür edin ki, kitaba baxın. 100 neçə səhifəli kitabdır. Pulla alına bilməyən şeylər. Harvard'ın professorudur. Harvard'da dünyanın bir nömrəli universitetidir. Siz deyə bilməzsiniz ki, əşi, falan universitetdə, yox, bundan o tələbə yoxdur. Yaxşı. Siyasi filosofdur, siyasi fəlsəfə mütəxəssisidir. Kitab yazır, pulla alına bilməyən şeylər. Kitabı açırsan, oxuyursan. Tezis yoxdur hələ. Misal çəkir. Deyirsən, bu nəyin misalını çəkir? Misal çəkir, misal gedir. 100-cü səhifədə o çəkdiyi misalların bir dənə tezisini verir. Baxırsan, ilahi, bu nə gözəldir. Asan, anlaşılan. Əzizim, kesin də yazmışdım. Çətin yazmaq, məzmunlu yazmaq anlamına gəlmir. Asan yazmaq isə məzmunsuz yazmaq anlamına gəlmir. Mən asan yazmışamsa, deməli, dərin məzmun xeyir. Buna səhl və mumtəni deyirlər. Səhl və mumtəni. Səhl və mumtəni nədir? Ərəb-fars dilində ədəbiyyatda işlənir bu. Şairlərin. Səhl yəni asan, mumtəni yəni dərin məzmunlu. Həm asandır, həm dərin məzmunludur. Sən niyə görə qaçırdırsan insanları? Azərbaycanda kitab oxuyan yoxdur. Ona görə yoxdur ki, qəliz yazırlar da. Dəhşətdir. Ən çox da dəhşətdir. Vallahi. Mən bu yaşımda qızımın dərsliyini alıb oxuyanda bir cümləni başa düşmək üçün mən bunu həmişə demişəm. 8 dəfə oxuyuramsa, uşaq nə qədər oxumalıdır? Elə bir cümlə yazır ora ki, mən bilirəm bu biologiyanı, 9-un, 8-in biologiyasını, tarixi demirəm, bizdə tarix başqa, elmi başqa. Riyaziyyatı bilirəm də, mən də bilirəm. Mən oxuyuram, o cümləni oxuyuram, gəlir mənə, deyirəm, dayan, mən səni öz oxuduğum dildə başa salıram. Başa salıram, gedir o cür danışır, müəllimdir, sənə bunu kim öyrətdi? Mamam öyrədir, evdə belə. Deyir, mama, sən elə başa salarsan, mən rahat başa düşürəm. Amma bu cümlə elədir, deyirəm, hə. Amma bunu deyir ki, get, mən bir söz deyirəm, evdən deyirəm, elmlərə gəlmirik, qızım, o deyir, get fırlan inşaatçılardan gəl evdən. Yəni, o əlavələri məşhur bir prisadır da, deyir ki, bir adam yolun qırağında balıq satırdı. Bir dənə plakatda yazdı ki, burada balıq satılır. Deyir ki, burada sözü artıqdır da burada. Hamı görür də burada satılır da, orada satılmış ki. Buradanı sildi. Yazdı, balıq satılır. Sonra dedi ki, satılır da artıq da. Hamı bilir də,
balığı satırlar da, burada heç kimə ehsan vermirlər ki. Onu da yazıb balıq. Sonra gördü balıq da artıqdır. Niyə? Çünki görünür. Görünür də. İndi təsəvvür edin ki, hərdən o status falan yazanda deyirəm ki, bu söz artıqdır da. Cəmaatı niyə yoruram mən? Söz artıqdır, uzatma. Bax, bu gün müasir təhsil hardadır? İnkişaf eləmiş ölkələrdə. İnkişaf eləmiş ölkələrdə də müəllim, universitet müəllimi ayda 50-60 min dollar maaş alır. Bəli. Həmən müəllimlər elə kitab yazırlar. Deyirsən ki, ilahi, nə rahatdır. İnqilab müəllim deyir ki, verilişdə deyir. İnşallah verilişə həvəsləndirdim sizə. Reklam gedir də. Demək deyir ki, müəllim deyir ki, verilişdə deyir ki, tibbə aid mən kitab oxudum. Deyir, tibbi savadım yoxdur da mənim. Mən orada təxminən bir 30-40%, 50% başa düşdüm söhbət nədən gedir. Tibbə aid hələ çətin bir qəliz. Nəticə, indi bayaq inklüziv təhsillə bağlı danışdı İzvər xanım verilişdən qabaq. İnklüziv təhsil nədir? İzvər xanım onu qeyd elədi. Bu işin peşəkarı kimi. Biz inklüziv təhsil deyəndə dərhal nəzərimizə gəlir fiziki qüsurlu olan əzizlərimiz. Amma əslində elə deyil. Fiziki məhdudiyyəti. Fiziki məhdudiyyət, bəli. Amma əslində elə deyil. İzvər xanım onun tərifini verdi, biz öyrəndik. Mən öyrəndim, yəni. İnklüziv təhsil, yəni hamı təhsil alsın. Təhsilsiz insan qalmasın. İndi sual verirəm sizə. Bir adamdır, 60 yaşı var, taksi şoförüdür və eşidir ki, inklüziv təhsil mənası budur. Deyirəm, mən də təhsil alım da. İndi, yaxşı, bu təhsil almaq istəyir də, bu bizim 60 yaşında taksi şoförümüz. Biz buna necə təhsil verəcək? Qəliz danışanda o məndən nəsə öyrənəcək? Yox, öyrənməyəcək, öyrənə bilməyəcək. Mən ona elə bir kitab yazmalıyam ki, o başa düşsün. Mən elə danışmalıyam ki, o da başa düşsün. Bir nəfər, özüm də tərifimdə reklam edeyim. Görəm, heç mi tərifimdə, özüm tərifimdə. Estağfurullah. Bir nəfər yazmışdı, indi bunların sayı bir nəfər deyil, çoxdur. Mən də onu görəndə sevinirəm. Deyir, müəllim, bax, mənim savadım yoxdur, təhsilim yoxdur, mən fəhlə işləyirəm. Amma sənin dinləyicinəm mən, başa düşürəm səni, sevinir. O sevinir, ləzzət verir. Mən məzmunsuz danışıram, xeyr, məzmunsuz danışmıram, üzr istəyirəm, boş danışmıram. Amma çalışıram sadə danışım. Çünki bu dərdi John Maxwell var, onun kitabına çox istinad edirəm son vaxtlar. Biznesdə əxlaq. Deyir ki, əxlaqın bir dənə qızıl qaydası var. Bir dənə qızıl qaydası. O qızıl qaydaya kim riayət etsə, o həyatda da, biznesdə də, iş mühitində də əxlaqa riayət etmiş olur. O qızıl qayda budur. Sonra deyir ki, bütün dinlərdə o qızıl qayda var. İslamda var, gətirir. Buddizmdə var, xristianlıqda var, yahudilikdə, hamısı gətirir bir-bir. İslamda isnad filan Quran ayəsi, nə bilim, Buddizmdə, nə bilim, filan kitab. Qızıl qayda budur. Bunu sənə etsələr, sənin reaksiyan nə olar? Bu işi sənə qarşı etsələr. Misal üçün, oğurluq etmək istəyirsən, dərhal dayan. Sənə qarşı bu oğurluq olsa nə olar? Empatiya. Bəli, də empatiya. Empatiya, bəli. Empatiya. Sənə qarşı etsələr. Bir dənə deyir, təsəvvür ki, 160 səhifəli kitabda bir dənə qanun deyir. Və salam. İndi mən həmin o 60 yaşında əziz taksi şoförün yerində olum. Bax, nə baş verəcək? Bu cümləni rahat yaz da. Qutarın da bu şeyləri də. Yox, mən professoram, aliməm, gərək qəliz danışam. Elə şey yoxdur dünyada. İndi o dəbdən düşüb, yoxdur. Yoxdur artıq. Bu bizim normal həyatımızda da müəllim var ki, biz daha çox pafoslu çıxışlar edənlərə düşünmədən, bu çox savadlıdır deyirik. Və daha sonra o gedir, adam getdi, danışdı, çıxış elədi, bizi diqqətlə eşitmədiyimiz sözləri eşitdikcə o bizim qulağımıza o dəhşət, bu insan yəni elə bir aydan danışdı da.
və gedir. Nəticə. Heç nə. Mən nə aldım? Yadda işlər qalmadı. Nə öyrəndim Ayso? Nə öyrəndim? Faydalı, aktual, konkret. Mən indi dostlar yavaş-yavaş bəsimi yığacağam, sonra sual-cavabı keçərik. Sual-cavabı keçərik. O sual-cavabı da yəni yazılar. Demək, sözümün nəticəsi biz Azərbaycanda praqmatik təhsil metodunu tətbiq etməliyik. Kim bunu tətbiq edirsə, xoş halına. Hansı müəllim bunu tətbiq edirsə, xoş halına. Tələbələr də onu sevəcək. O da rahat olacaq. O şeydən çıxmaq lazımdır ki, birdən mənə savadsız deyirlər. Və yaxud sözü yoxdur, danışmaq xətrinə danışır. Özüm sözü yoxdur, danışma da. Qoy, sözü olanlar danışsın. Axı, mən acam. Bax, mən müəlliməm, həm də acam. Mən öyrənmək istəyirəm. Səhərdən axşam çünki mən oxuyuram. Acam. Bir nəfər danışır. Mən istəyirəm ona baxım, necə öyrənim də acam axı. Elə bir adam aclı gəlir yeməyə. Yeməyi ona göstərirlər, vermirlər. O görə nə qədər narahat olur. Və yoxdur, ümumiyyətlə yemək yoxdur. Yemək yoxdur. Yemək bişməyib. Bir dənə duz gətirib qoyurlar, bir dənə su, mən də acından ölürəm. Bax, məzmunsuz danışan müəllimin, qəliz danışan müəllimin hekayəsi bu hekayədir. Bilən, hanı mən bilənim? Demədim mindən birini. Nəğmələrin ən şirini dilimin altında qaldı. Ağarmaz saçım qarası, ölürəm anam balası. Alnıma yazılan yazı telimin altında qaldı. Təşəkkür, sağ olun.